Salam əziz və hörmətli dostlar. Umarım ki, halınız yaxşıdır, keyfiniz sazdır. Mən yenə də çalışıram ki, bu günləri bir səfər kitab oxuyaq. Hər şeydə də riya pis olsa, kitab oxumaqda riya yaxşıdır. Gəlin biz də Avropalılara tay, Amerikalılara tay oturaq, kitab oxuyaq. Dostlar, Amerikalılar, Avropalıların bir gözəl rəsmi var. Evlərində bir living room var. O yer ki, yaşıllar. Bizdə məsələn deyirik nə mənə? Dəhliz, salon, nə bilim, otaq, böyük otaq. Bir dining room var. Orada ki, yemək yeyərlər. Bir dənə da library vardı. Kitab oturub orada oxumaqları vardı. Yəni bir yer vardı ki, orada familiya otururlar, familiylə. Bir nəfər kitab oxur, o birisilər qulaq asırlar. Yoldaşlar ya dostlarla həftədə bir dəfə heç olmasa bu işi çox vaxt görürlər. Biz də bu işi görək və dünya insanlarına yetişək. Yoxsa dostlar, halva deməklə ağız şirin olmaz. İlla ki kitab oxuyacağıq. Yəni bizim yolumuz kitab oxumaqdan keçir. Baxın dostlar, məşrutə hərəkatı, məşrutə inqilab deyil, bunu demişəm dəfələrcə. Məşrutə hərəkatı dostlar, kitab oxumaqdan keçdi. Və bu da millətin kitab oxunmasından keçmədi. Yəni millət kitab savad yox idi ki, oxusun. Kollu adamlar ki, Qacarın Məmalik Məhrusəsində savadları var idi, deyə bilərlər kitab oxusunlar. 100 nəfərə çatmazdı Nasiruddin Şah dövründə. Nasiruddin Şah dövründən ta gələ yetişə Müzəffəriddin Şah rəhmətliğa o arada bəlkə 300-ə nəfərə yetişibdir ki, eləyə bilər Ruhul Qəvanin kitabını oxuyarlar. Və Nasiruddin Şah bu kitabı çap edir, birinci kitab. Və onun səmərəsi, baxın Nasiruddin Şah 4 dildə kitab oxurmuş. Və ha belə şahzadələr ki, şah oldular sonra da, onların hərəsi 3 dil, 4 dildə kitab oxurmuşlar, danışırmışlar. Yəni, dostlar, əgər kitab oxumasaydı, dünyanı tanımazdı, dünyanı tanımasaydı, məşrutəni də gətirə bilməzdi ortaya. Amma hər halda biz kitab oxumalıyıq. Və kitabların başında, o kitabları ki, oxumalıyıq. Mütəəssifanə bizlər kitab oxumadığım üçün, dostların biri dünənləri lütf eləmişdi, mənlə bir saatcan danışdıq, mən çox danışdım, o da çox qulaq astı, başını yordum. Mənə dedi ki, bir albom kitablar deyin, biz onları oxuyaq. Məsələn, 10 dana kitab deyin ki, bu kitabları oxuyun, biz bunları başlayaq oxuyaq. Cəlib budur ki, mən 10 dana kitab tanımıram hansını deyim. Amma İngiliscə qurursan ki, məsələn, filan haqda bir sırə mən kitab oxuyam. Sənə gətirir ki, bu 100 dana kitab bəh oxunublar. Çox oxunublar, oxunmalıdır. Tövsiyə edirik oxun. Farsçada mütəəssifanə mənim özümün düşüncəm belədir. Farsça kitab oxumaq qədəğan. Farsça kitab əsla və əbədə oxumamalıyıq. Hətta bu kitabın farsçasını ki, Humanatik tərcüm eləyibdir, istimar, çehri istimar, cərvər çehri istimar zədə 4 dəfə də inqilabdan qabaq çap olubdur, hərəsində də 10.000 cildi çap olubdur. Bu günləri burada. Dostlar, baxın, İranda niyə deyirəm kitab oxumayaq? Farsların dediyinə görə bunların bir firdosiləri var, 1030 il, 40 il ondan geçir. 50 il geçir onun doğumundan, şeir yazmaqdan. Biri də bunu mötəqidlər. Hafizdən də 750-800 deyirlər, Sədidən də elə o qədər deyirlər. Və İranda keçən 100 ildə danışırıq, Qacar dövründən danışmayaq. Keçən 100 ildə heç olmasa 20 milyard cildi kitab çap olub İranda. Cildidən danışıram da hər bir kitab bir cild hesab olur. O biz əlimizdə alırıq, bir nəfər mümkündür 100.000 dana çap edib bir kitabdan, biri də mümkündür 1000 dana, 500 dana, 50 dana çap edibdir.
o neçə milyard kitabdan bizim zehnimizdə nə var? Yəni bizim camiəmizdə bu günləri arvadları vururuq, döyürük, uşaqları vururuq, döyürük, oğurluq edirik, əyriliq edirik, əxlaqımız insan əxlaqı deyil, canavar bizdən yaxçıdır. Yəni bir dənə o camiənin budur. Niyə? Çünki o romanlar, o nağıllar ki yazıblar dostlar, onların bizə müsbət təsiri olmayıbdır. Çünki onlar doğrudan da bu camiənin nağılı deyil. Çünki onlar fəqət bizi istəyiblər bu kitabla faşist eləyərlər. Onlar istəyiblər bu kitabla bizi İrancı eləyərlər, pan-İranist eləyərlər, pan-fars eləyərlər. Bunların hədəfləri bu deyil ki, camiə değişsin. Dünyada bilirik ki, kitab dünyada ruznamə, məcəllə siyasəti değişdirər, dövləti değişdirər. 100 ildir İranda heç zat değişdirmir. Cəlibdir, bizim bəzi tarixçilərimiz var, türk tarixçilərimiz mötəqiddirlər ki, məsələn, filan kəsin Yekkələmə kitabı ki, Nasiruddin Şah zamanında çap olubdur ya ondan sonra, Cəlib daha çox tarixin yalanlığına baxın. Deyir ki, bu kitab o qədər mühüm idi ki, insanlar bunu oxuyar da ağlardı. Tamam, deyək ki, 2 nəfər də oxuyub ağlayıbdır. Əvvələn insanlar deyəndə bir 2 nəfərdən çox gərək olmalıdır. Sonra da onu o xatirə deyən şahid olmalı ki, Həsən, Hüseyn, Kazım bu kitabı oxudu, ağladı. Niyə ağladı? Niyə durub bir iş görmədi? Ağlamaq yerinə duraydı, bir iş görəydi daha. Mənim nəzərimə burası yalandır. Amma deyirlər bu kitab o zaman neçə dana çap olmuşdu. O zaman ki bu kitab çap olubdur, dostlar, İranda dərs oxuyanların onlar içəliyə bilərlər, Yekkələmə kitabını oxuyarlar, savadları o həddədir, ravan oxuyarlar, düşünərlər. Onların çox olsa, məsələn, Məmalik Məhrusi Qacarda 300 nəfər, 500 nəfər olar. Yəni 300 nəfər, 500 nəfər oxudular, bir məşrutə hərəkatı gəldi ortaya. Amma indi, ya məsələn Mirzə Məlkumun o Ruznamə qanun. Ağa, o qəd yekəldirlər ki, 2 ildə ya neçə ildə 18 nümrə çıxıb bundan. 18 nümrə. 18 nümrədən də o zaman çıxıbdır ki, bu ədəbiyyat ki, İngilistanda işlədiblər bunu yazmağa. Deyək ki, məsələn, qanun, demokrasi, azadi, məşrutə filan. Bunları heç kəs İranda düşünmürdü. Çünki elə o adam özü gəlibdir məşrutə hərəkatında içəriyə, özü də yazıb ki, biz heç birimiz məşrutə bilmirdik nədir. İngilistan sifarətinə getdik, oradan çıxdıq, bizə dedilər məşrutə nədir? Diqqət buyurun, yalanın yekəlığına baxın. Amma sonra ki, gəldik məşrutə istəyək, dedik biz məşrutə istəmirik, biz ədliyyə istəyirik. Axı, əgər onlar məşrutə bilsəydilər, niyə elə sifarətdə, orada, burada olanda deyirlər məşrutə istəyirik da, niyə deyirlər biz ədliyyə istəyirik? Bəs bu sözlər dostlar yalandır, biz bunlara inanmamalıyıq, amma oxumalıyıq kitabı. Bu kitablar ki yazıldılar İranda geçən 100 ildə xüsusilə, bunlar sadəcə bizi pan-fars eləməyə, pan-İranist eləməyə görə yazılıblar. Yazılmayıblar ki biz məmləkəti düşünək və məmləkəti değişdirək, milləti değişdirək, ruhiyyəmizi değişdirək, əxlaqımızı değişdirək, fikrimiz inkişaf eləsin, xurafatdan qutaraq, azadlıq bilək nədir, istiqlal bilək nədir, demokrasi bilək nədir. Əslən bizim fikrimiz eləyə bilsin, roman yazsın, eləyə bilsin, bir şey tolid eləsin, bir istintac alsın. Bunlar bizim fikrimiz İranda yoxdursa, bəs kitabların təsiri yox imiş. Hədəf də İranda amuzişdən buydu da, deyirlər ki, amuzişi xandan və nevişdən, istəyirlər ki, yazıb oxumaq oxuyasınız ki, fars dili əsasında ola. Düşüncə yox, istəmirlərsə düşüncə düşündürərlər. Hər halda, o kitablardan ki, biz oxumalıyıq dostlar, onların başında 5 dana ən mühüm kitab oxumalı olsaq, biri də bu sümürgəçinin portresi və sümürgələşdirənin portresidir. Human artıq bunu farslıya tərcümə edibdir. Əbəda bu kitabı oxumayın ki, farslıya tərcümə olubdur. Ya bunun ingiliscəsini, ya ayrı dillərdə başardığınız qədər oxuyun, ya da hətta ərəb dostlarımızdan biri telefon eləmişdi, danışırdıq. Mənə dedi ki, mən göndərdim, adam ərəbcəsini tapdı bu kitabın. Ərəbcə, çünki bu əsli fransızca yazılıb bu kitabın. Amma bunu Türkçəyə tərcümə ediblər. 2-3 dana tərcüməsi var Türkçəyə. Mən bu tərcüməni oxuyuram, çünki müftədir internetdə. Ona görə bunu götürdüm, indirdim. Dostlar da istəyəndə göndərirəm, indirsinlər və oxusunlar. Dostlar, bu kitabı yazan Albert Memili Tunesli. Tunes o zaman Fransa'nın sümürgəsi idi, müstəmirəsi idi. Bu adam gedir Fransa'da danışıqda, Sorbonda dərs oxur, doktora alır, qeydir öz məmləkətinə. Öz məmləkətinə qeydər-qeydməz görər ki, millət silah götürüblər, Fransəlilərlə savaşırlar, istiqlal almaq üçün.
Bu kitabı o məqtədə yazıbdı və çox gözəl analiz eləyibdi istemarı. Bununla belə ki, mən bəlkə istemar haqqında onlarca eləsə mətləblər yazmışam, Günas TV-də danışmışam filan bəhman, amma inanın ki, bunu oxuyandan sonra bildim ki, mən istemara görə heç zət bilmirmişəm. Yəni biz öz zehnimizdə olanları deyirdik, amma dünyada buna nə cür baxıblar, 170 səfə bir nəfər buna görə kitab yazıbdı. Bundan sonra ingiliscə kitablara baxırdım, elə kitablar yazıblar, bu kitabdan əlbəttə sonra 500 səfə istemara görə kitab yazıblar, sümürcüyə görə kitab yazıblar. Və bunlar çox-çox önəmlidir. Biz mütəəssifanə oxumamışıq, xahiş eləyəcəm dostlar oxusunlar. 78-ci səfənin 2-ci sətrinin son kəlməsindən başlayırıq ki, oradan dünən oxumuşduq. Dedi ki, sümürgəci yurttaşlarının günlük sıkıntılarından qürur duymaz. Sümürgəci bir insan öz vətəndaşları, yurttaşları, ditdaşlarının sıxıntılarından, yəni çətinliklərindən ki, gündə onlara üz verir, qürur duymaz. Qürur hiss eləməz. Ehsası qürur farsda desaq eləməz. Amma qürur duymaz, qürur hiss eləməz. Niyə? Orta səviyyədəki gəliri ilə üzərinə binən vergi belə tək başına yetərlidir. Deyir, niyə o cür olmaz? Deyir, çünki bunun gəlirinin üstünə orta səviyyə, yəni bilirsiniz, qabaqcanda demişik, bir iqtisadi olaraq dünyanı neçə kilasa, neçə təbəqəyə bölürlər. Kilas təbəqənin ingiliscə, təbəqə də ərəbcədir. Əlbəttə bizdə də təbəq var, mən bilmirəm təbəqə ərəbcədir ya yox, bunu bilmirəm, amma bizdə qat var bunun yerinə, amma qatı işlətmirik, elə təbəqə işlətmişik. Farsda, yəni farslar nə cür işlədir? Biz də camiə şünasını onlardan aldığımız üçün o cürsə işlədirik, təbəqə işlədirik. Təbəqə sözü dostlar, bir çox yuxarı gəlirləri olandır. Yəni karxanaları var, ixtilas edirlər, böyük müdürlərdilər, milyonlar dolar bunların aylıqlarıdır, milyonlar tümən, üzrsən, aylıqlarıdır. Bunlar yuxarıdırlar, karxanalar, şirkətlər, alverçilər, bunlar yuxarı alverçilərdir. Əlbəttə, məsələn, nəyi keçir? Bunlar o çox pullulardır ki, məsələn, mümkündür İranda 200-300 dolardan çox olmayaq. Bunlar onlardırlar, o təbəqədir. Xamenei o təbəqənin başındadır. Çünki çox sirvət bu adamın əlindədir. İranın sirvətinin %40-ı bu adamın əlindədir. İran deyilən məmləkədir. Ondan sonra orta gəlirlilər var. Orta gəlirlər o adamlardan ibarətdirlər ki, döhdürlər, mühəndislər, biraz yuxarı səviyyədə, orta şirkətlər, bunlardır. Bir də aşağı gəlirlər sizə tay, mənə tay ki, ayda yap çox alsaq alacaq 10 milyon, 15 milyon və onunla da zorla geçinəcəyik. Bu da aşağı səviyyədir. İndi orta səviyyədə gəliri ilə, yəni bunun gəliri orta səviyyədir. Bu adam ki, dövlət istihdam eləyibdir, sümürgəçini göndərib bura, ya Təbrizdə istihdam eləyibdir, süpürgəçidir, şəhridarinin rəisidir, bankın rəisidir, bimaristanın rəisidir, polisdir, polislərin rəisidir, nə bilim, ustandaridə, fərmandarida, orada burada amcıq pərvərişdə, danışqahda işləyirlər. Bunlar üst-üstə orta gəlir deyirlər mütəəssifanə İranda. Dedim, müdürlər, İranda orta gəlir müdürlər, bəzi şeylər bunlar orta gəlirdirlər. Amma deyir ki, bunlar nə mənədir? Bu orta gəliri ilə ki, o Tehrandan göndəriblər, ya burada istihdam eləyiblər, bunlar gəliri ilə üzərinə binən, o gəlirin üstünə minən, üzərinə binən, minən, biz minən deyirik, bunlar minən deyirlər, bin beləsi olur. Deyir ki, vergi, maliyyat, İranda buna maliyyat deyirlər, ərəbcə sözdür. Mən bilmirəm, maliyyatın türküsü, farsısı nədir? Maliyyat özü ərəbdir. Maliyyə sözündən gəlir, mal sözündən gəlir. Amma farsıda buna nə deyirlər bilmirəm. Bizdə türküdə vergi. Deyir, vergi belə tək başına yetərli. Deyir ki, o vergi ki, bunun gəlirindən çıxırlar, o tək başına kafidir ki, yetərlidir ki, bu adam neynəsin? Öz yurttaşlarının narahatçılığından qürurlanmasın.
narahat olmasın ya. Ya gündəki şeylərindən qürurlanmasın. Tamam, geçək buradan. Sümürgəci hər yıl yaptığı səyahətdən sıkıntılı, kəndisindən huzursuz və ana yurtdakı yurttaşlarından üfkə doyaraq dönər. Deyir, hər il bu adam gedər öz məmləkətinə, məsələn Farsistana, ya hər yerə getsə də öz məmləkətinə burada deyir. Sümürgədəki insanlar gedərlər bir istirahətə Tehrana, Şiraza, İsfahana dolanmağa. Hətta calib budur. Azərbaycanlılar ki, əlləri zorla ağızlarına yetişir, pullarını götürərlər, gedərlər buradan Şiraza, İsfahana, Yəzdə, Kaşına dolanarlar, ya gedərlər Xorasana dolanarlar. Onlar milyon tümən apararlar bu yolda xəşdərlər, məsələn bir həftə gedərlər, arvad uşaqlarını götürüb gedib dolanarlar. Azərbaycanda bu pulu xəşləməzlər. Çünki farsları bizim zehnimizə soxdular ki, İmam Rıza oradadır. Dostlar, mən baxırdım bu İmam Rıza'nın qəziyyəsini, qoyun bu gün deyim bunu. Bəlkə ömür olmaz bunu demərəm, amma deyim. Mən baxırdım ki, bu İmam Rıza harda ölübdür. Elə kaş indi eləyə biləydim, Google eləyəydim, sizə görsədəydim. Deyirlər ki, Xorasanda ölübdür. Xorasan bir böyük iyalət imiş o zaman, çox böyük. Ki, birazı bugünkü İrandan tutulmuş, birazı Əfqanistandan tutulmuş, birazı da üstə Üzbəkistan, Tacikistandır, Üzbəkistan. Bunlardan tutulmuş, elə bir. Bilmirəm nə qədər böyüklüğü. Yəni, mən orası coğrafiyayı olaraq çox böyük. Amma böyük bir iyalət imiş Xorasan özünə. Cəmiyyətdə üst-üstə azmış. Yol. Deyirlər, bu İmam Rızanı Məmun orada hökumət edilmiş. Calib, diqqət buyurun, nağıla görün, nağıl nə qədər yalandır. Məmun adlı xəlifə, deyirlər, tarixdə varmış, doğru. Gəlib gedibdir Xorasanda bir yerdə hökumət edir. Mən baxdım, görüm ki, bu İmam Rıza öldüğü yer haradı nəqət cəmiyyəti varmış o zaman. Bir dana kənd imiş o zaman. Mənim nəzərim, o zaman niyə məsələn Məmun gəlibdi Mərvi? Çaşağı dedim, mən də eləyə biləydim, mən bunu görməcək telefonum, mən ikisini də açmışam, mütəəssifانه eləyə bilməyəcəm, amma əgər eləyə bilsəm bir burada search eləyəm, çox gözəl olar, görsədəm ki, Calib fikirmiş, əslən bunun batıcısı yoxdur. Hər halda İmam Rıza ölən yer ki ölübdür, oranın məsələn o zaman 50 nəfər adamı var imiş. Ya Mərv o zaman məsələn nə bilim baxmadım görəm neçə min nəfər cəmiyyəti varmış. Amma Xorasan ki bu günləri deyirlər Məşhəd, ora Məşhəd şey deyil. Yəni o yer deyil ki orada Məmun hökumət edilmiş. Və əslən deyək edilmiş orada. Oranın cəmiyyəti 2000 nəfər deyilmiş. Axı bir yerin ki cəmiyyəti 2000 nəfər deyil, bunu deyirəm Google əsasında deyirəm ki, farsları özləri yazıblar o məqtə tarixiyə görə. Orada axı bu Məmun dəli idi gələcəkdə oranı paytaxt eləyə. Əslən İmam Rızanı niyə ora çağırdı? Mən nəqşədə baxırdım ki, görüm bu deyirəm kaş əlimdə imkanım olur. Bu qalar ayrı cələsə deyərəm bunu. Çünki əslən gəl bunu bir təxtədə belə böyük çəkəm görsədəm ki, Əraq haradır? Ərağın yolu bizə hardandır? Və bunlar hardan getib getməlidirlər Xorasana. Dostlar, Ərağın yolu istəyə gələ gedə Xorasana, gərək gələ Türkiyə, Türkiyədən keçə Naxçıvana, Naxçıvandan dolana gələ, bu tərəfdən Şumalının gedə Xorasana. Rahat yol odur. Yoxsa ayrı yolda var. Məsələn, gedə, nə bilim, dünyanı dövür gələ Xorasana. O da ola bilər əlbəttə. Calib budur ki, yolda bir dənə bizim Xorasan var, Türkiyə ilə Naxçıvanın arasında İğdır iyalətində bir dənə Xorasan şəhəri var. Mən nə qədər baxdım, gördüm ki, ağla çox batar ki, İmam Rıza gələ bura.
Çünki yaxındır bura və bura cəmiyyətin olan mərkəzidir. Yəni hər halda Anadolu, Türkiyə, bugünkü Türkiyə, bu tərəfdən Güney Azərbaycan, o tərəfdən Naxçıvan və Azərbaycan deyək ki, şiəliğin mərkəzi, ki, əlbəttə onda şiə yenə yoxdur. Yenə axı mən qalmışam, İmam Rza zamanında şiəliq o qədər yoxdur, Məmun dövrəsidir. Burada isə şiə o qədər yoxdur. Bura nəyə gəlir gedir ora? Və İmam Rza özündə şiə bilmir axı. İmam Rza heç vaxt dədə nənəsini ki, inkar eləməyəcək, deməyəcək ki, Həzrət Əli mənim dədəm nənəm deyil, babam deyil, böyük babam deyil. 8-ci babam, 9-cu babam deyil. Onun üçün deməyəcəkdir. Çünki o deyir, mənim məsələn, böyük babam Həzrəti Məhəmməddir. Mən də Fatimədən olan uşaqların nəvə nəticəsi son nəvənəsiyəm. Əli də mənim Peyğəmbərin damadıdır, mənim bir babamdır, dədəmdir. O, məsələn, bunu inkar, onu deyirlər şiədir. Ondan şiə çıxmasın. Şiə odur ki, İranlılar bu günləri, Farslar bu günləri elədikləri formada ibadət eləyələr, elədikləri formada Qurana, Allaha etiqadları ola. İmam Rza bu formada ibadət eləməyibdir. Əsla və əbəda bu formada ibadət eləməyibdir. Bu formada dua eləməyibdir. Bu dualar ki, deyirlər imamlara, İmam Səccadazada yapışdırırlar. Bu duaları İmam Səccad eləməyibdir. Axı İmam Səccad yox gedək elib dua elirmiş. Kim bunu yazıbdır? Yəni bizi çox belə ahmaq bara gətirib İran sistemi. Hamımız belə hesabı dinli, dincili, dinsizsiz, ahmaq, mütləqa axmaq. Əlbəttə o ustad danışıq nə idi? Türk idi özü də. Düzdür, o türklüğünü danır hərdən, amma türkdür. Görüm, adı yadıma düşsə. Edama məhkum oldu, zindana qaldı bir uzun zaman. Xatəmi dövründə yavaş-yavaş çıxartmağa çalışdılar. Ustad danışqah idi, çox cəsur. Hizb-i bu nə idi? Mücahidin İnqilab İslaminin üzvlərindən idi. Ağacəri. Ağacəri bir dana hədis oxudu. O hədisin üstündə düşdü zindana. Deyir ki, İran şiəsində bir hədis var. İnsan nə qədər əhmaq olsa, hər nə qədər ahmaq, çox ahmaq olsa, belə çox behişdə, dərin behişdə gedər. Və bunu nəqd elədi ki, bu ağılla çatmaz ki, necə ki, elə onda mollaların hamısı ona görə axmaqdılar da. Çünki əslən sistem axmaqlıq üzünə qoyulursa, axmaqlıq da sonuç verir. Hər halda vaqiyyət budur ki, bu İmam Rza'nın orada olmağı da çox əcib bir şeydir, amma biz bunlardan geçək. Deyir ki, bunlar musafirədə qeydirlər. İstədim deyəm ki, yəni musafirədə getməyin o tərəflərə. Dostlar, Azərbaycanda pulunuzu xərcləyin. Azərbaycanda o qədər görməli yer var, o qədər görüb ağlamalı ya sevinməli yerlər var. Gedin, görünüz. Urmiyə gölünün qırağında gedin, bir həftə şey vurun, nə deyərlər, çadır qoyun, oturun orada, kefizi çəkin, uşaqlarınız oynasın, özünüz oynayın, vətəninizin qurmasını görün, məhv olmasını görün, pulunuz burada xərclənsin, buranın insanı zənginləşsin, sərvəti çoxalsın, imkanları çoxalsın, buradan köçməsin, Azərbaycandan köçdürməyək insanları. Pulumuzu niyə aparırıq farslara xərcləyək ki, onlar da hələ bizi bu vəziyyətə salarlar. Bizlə farsların heç fərqi yoxdur. Onlar da Əraqlılarla 8 il savaşandan sonra indi dedilər ki, Əraqlılar bizə 1000 milyard dolar pul borcludur. 1000 milyard dolar. Onlardan 1 dolar almayıblar heç. Bəlkə indiyəcən elə fəqət bu zərihləri, bimaristanları, zatları düzəltməkdə bir 10 milyard dolar buradan bizim əlimizdən pullarımızı çıxadıblar, aparıblar, qoyublar hara? Əraqda, Əraqlıların əlinə. Mən demirəm onlara qoysunlar, pul versinlər, verməsinlər. Kaş əvvəl bizi cibimiz dolsun, yemağımızı tapaq, yurdumuz düzəlsin, ev eşiyimiz düzəlsin, hər şeyimiz düzəlsin. Əgər altıq pulumuz dolar, o birisi dünyaya da verə bilirik. Amma ələf eləyən evin içi mühümmüdür, ta məscidin eşiyi. Əvvəl məscidin içi. Hər halda bu yoxdur. Onun üçün dostlar, biz bir dənə kampeyn yaratmalıyıq o da bu ki, Azərbaycanlılar
dolanmağa fəqət Azərbaycanda getsinlər. Mən Günaz TV-də yardımdadır, hətta bir dənə biznes pişnihad elədim. O da buydu ki, ağa, Xorasandakı gedib İmam Rızanın qəbrini qazıb, gətirib möhür eləmirlər ki, o torpaq ki oradadır, onu ehtimalən Yəzdidən aparırlar ora. Ya aparmırlar, Yəzdidə düzəldirlər, torpaqdır, tökürlər qalıba, qoyurlar bişir, bunun üstünə möhür vururlar əvvəl, yəni palçıq eləyəndən sonra bu palçığı tökürlər qalıba, üstünə də bir möhür vururlar, yəni qalıbda möhür var, onu vururlar, qoyurlar bişir, bişəndən sonra bir belə torpağı satırlar, məsələn 3000 tümənə, 5000 tümənə, 100 girəm torpağı satırlar 10.000 tümənə, 5000 tümənə, 3000 tümənə. Kərpicin 1-2 kiloya yaxındır, nə qədərdir? Məsələn deyirəm 500 tümən, 1000 tümən. Yaxşı, bizim də ki, Qəradağ, Azərbaycan doludur ət torpağı ilə. Tamam dostlar, bunu qalıb düzəldin, möhür düzəldin, İmam Rıza, Azərbaycan imamları, əslində möhür düzəldin. Satın qoyun, əslində bunların çoxunun üstündə bir yazısı da yoxdur. Nə İmam Rızası var, nə Allah var, əlbəttə yazı gərək olmaya İslamda. Torpağa ki başınız qoyursa, onun yazısı olmamalıdır, onun nəqşi olmamalıdır, nəqşəsi olmamalıdır üstündə. Amma əgər varsa, Azərbaycanda düzəldin, Azərbaycandan satın olaraq. Bir belə torpağı satacaqsan, məsələn 5000 tümənə, 100 girəm, 50 girəm torpağı satacaqsan, 5000 tümənə, 10.000 tümənə sat, sən orada sən pulla. Niyə gedirsən oradan bu möhürü alırsan, gətirirsən bura, baha pulun gedir, onlar sərvətləşirlər, sən də üzdən kasıblaşırsın. Nə var, mənə desinlər Məşədi. Sənə Məşədi deməsinlər, Məşədi öl, cəhənnəmə getsin, deyən Hidayət dedi ki, mən günahlarınız mənim boynum. Əgər məşədlikdən adınız Məşədi olmasa, siz gedərsiniz cəhənnəmə. İmam Rıza heç kəsi bağışlaya bilməz. Yəni siz İmam Hüseynin gedəsiniz orada başınızı kəsəsiniz, qanınızı tökəsiniz sonra ki, məni bağışla. İmam Hüseyin sizin 100 girəm günahınızdan bir girəmin silə bilməz. Bir girəmin silə bilməz. Nə karər İmam Hüseyin öz günahını silə? İmam Hüseyin də sizə tay, mənə tay, adamdır, gedəcəkdir siratda, əgər o dünya olsa. Gedəcəkdir o körpüdə, Allah bundan soruşacaq, neyin əmirsən, neyin əməmsən? O da cavab verəcək bizə tay. Necə ki o şey eləyə bilər? Onun nə partisi vardı? Hangi partisi vardı? Peyğəmbərə Allah Quranda deyirsən, günah eləmirsən, biz səni qeytərmişik. Gələ hələ qala məsələn İmam Hüseyin, ya İmam Əli, ya İmam Həsən, ya hər kəs şey eləyək. Yox, bu cür bir şeylər yoxdur. Allah partabaz deyil. O Fars şiəsidir ki, Allahı partabaz eləyibdir. Hər halda dərsimizdən çıxdıq, getdik, biraz dinə də dəydik, amma gedək işimizi görək. Dedi ki, bu adam ki, sümürgədən, məsələn, Azərbaycandan tönür, gedir Farsistana səyahət dolanmaq, seyir səfər. Gedir səyahətə, hər il yapdığı səyahətdən, hər il ki gedir dolanmağa, mən məsələn öz famililərimizdən tanıram ki, ildə bir dəfə gərək gedə Məşədə. Getməsə, Məşəd sancılanacaqdır. Sıxıntılı. Əvvəl deyir, bu sıxıntılıdır. Ora gedib gəlməsə, özü bir sıxıntılıdır. Buna bir fişarları var. Nədir? Fişar sıxıntının şeyidir. Kəndisindən huzursuz. Özü özündən, üzrüsəm, xoşnutsuz, xoşnut sözünün türkləşmişidir. Özü özündən də narazı olur, xoşu gəlmir. Axı, mən niyə gedirəm, pulumu orada xərcləyirəm? Və ana yurtdakı yurtdaşlarına, oradakı dostları var idi, həmvətənləri var idi, orada. Onlara öfkə duyaraq dönər. Onlara öfkə, əsəbaniyyət, əsəbani hiss eləyərək dönər. Tamam. Hər zaman olduğu kimi üstü kapalı sözləri, hətta açıq saldırıları qarşılamaq. Deyir ki, bu hər zaman olduğu kimi üstü kapalı, üstü örtülü sözlər deyər. Sözləri, üstü kapalı sözləri, hətta açıq belə deyər, saldırı, həmlilər, oradakı vətəndaşlarına, yurtdaşlarına həmlilər, qarşılamaq. Onlar, yəni onların sözlərinə cavab verir. Qarşılamaq, yəni onların sözlərinə cavab verir. Afrika günəşinin, indi gəldi, Tunis üçün Afrikadadır, ondan danışır. Afrika günəşinin təhlükələri ilə, bu Afrikada ki, gün çox isti olur, malariya qurtuluşu vardı, nə bilim, yüzlər şey vardı.
dostlar, inanmazsınız, mənim barmağımı bir dənə qurd çaldı. Bu dirsəyiməcən ufunət elədi 2-3 saatın içində. Yəni onun üçün deyir ki, Afrikada, hələ bura Kanadadır da. İndi Afrikada deyir ki, o günün altında bir iddə mərizçiliklər var ki, bunlar Afrika günəşinin, yəni adla deyilir da, yandıran təhlükələri, onun günəşin özünün bir təhlükələri var. Və bəslənməyə gələn hastalıqlarla ilgili heç də iqna edici olmayan savlar önə sürmək. Deyir ki, bir də bəsləyici. Bəsləyici İranda bunu tərcümə edir təğziyə. O şey ki, bizi gücləndirir yemaqla. Bəsləmək, yəni bir dəfə də demişəm, mal heyvana biz yemək veririk, bəsləyirik. Biz də özümüzə yemək veririk, bəsləyirik. Hər o şey ki, bizi diri saxlaya, güclü saxlaya, ona bəsləmək deyirik. Bəsləyici. Deyir o bəsləmə yeməklər, yəni gələn hastalıqlar, onlardan da birlikdə xəstəliklər gəlir, mərizçiliklər gəlir. Məsələn, bəzən deyirlər ki, quş anfluenzası, doğuz anfluenzası, nə bilim, xuç anfluenzası, toyuq anfluenzası, quş anfluenzası, coğdu nəmənəsi, nə bilim, bu mərizçiliklər də vardır da, yəni. Hastalıqla ilgili heç də iqna edici. Deyir, onlar haqqında da danışar, amma heç də iqna. İqna sözü iqna yazılır, amma ərəbcə sözdən iqna sözündən gəlir. Yəni, qəni eləmək, doydurmaq, bir şeyin içini doldurmağa iqna deyilir. İqna edici olmayan savlar dedik, difalar. Deyir ki, difa etməyi önə sürmək, sürür. Önə sürür. Bəzi sözlər gətirir, orada günəş çox şey olur, yeməklər xəstə elir, məriz elir, filan bəhman. Deyir, bunlar iqna edici deyil. Tamam. Mikfəri ya mifəri sümürcələrin sümürcələrin kahramanlıq mitolojisini yardıma çağırmaq zorunda kalmışdır. Deyir ki, bu bir də böhlər var ki, adına ləbədər deyirik da, İranda lati böh deyirlər, belə başa qoyurlar dəstəsi, dövrəsi, belə bir şeydir. O ləbədar. O ləbədar mifəridir, mifərli. Mifər, yəni o hətmən burasında ki, belə bir şey var, ləbədarın belə gündüklü kimi, amma dövrəsi gündükdür. Onları deyir ki, mifərli, o cür olan böhk, yəni sümürgəcilərin, yəni o cür sümürgəcilər normalda ləbədar qoyurlar. Buna görə ki, gün çox yandırmasın, bir dana bir şey qoyurlar ki, daldan, qabaqdan, böyürlərdən işıq çox da üzə vurub yandırmasın. Onu deyir. Bunların deyir, kahramanlıq mitolojiləri, bunların ustureyi qəhrəmanların yardımına çağırır. Yəni, onları öz o difasında, onların həmşəhrilərin sözlərin qabağında onları yardımına çağırır. Bunu zorunda qalır ki, onlardan da istifadə eləsin hətta. Tamam. Aynı siyasal dili də konuşmazlar. Deyir ki, bu müstəmirədə olanlar və mərkəzdə, metropolda olanlar eyni siyasi dili danışmazlar. Çünki o siyasi dili ki, mərkəzdəkilər danışırlar, o siyasi dil Azərbaycanda, Qəşqaistanda, Türkmən səhrada deyil. Fərqlidir. O qanun da orada yoxdur. Tamam, konuşmazlar. Hər kolonyalist ana yurdundakı muadilinə oranla doğal olaraq daha aşağıdır. Deyir ki, hər bir kolonyalist, sümürgəçi ki, indi gəlib də Azərbaycanda ya hər yerdə çalışırlar, ana yurtdakılarla muadil, yəni oradakı həmrütbələri ilə, işləri ki, onlarla birdə, onlarla oranla doğal olaraq təbii deyir, görən budur ki, daha sağdadırlar. Üzrəm, mən bunu iştibah oxumuşdum. Sağdadırlar. Yəni, sağ, yəni daha ifratçıdırlar, daha vətənpərəstdilər, daha İrançıdırlar, daha pan-İranistdilər. Siz bunu elə Azərihada da görürsünüz, Azərbaycanda ya Ərəbistanda olan, ya Türkmən səhrada olan, ya Bəluçistanda olan farsçılar, İrançıları çox Tehranda siz bunları görməzsiniz.
Cəlibdir, Tehrandakı mətbuat bu mövzularda Azərbaycanda, Ərəbistanda yazılan mətbuatdan daha yumuşaq yazarlar bu məsələni. Çünki siyasi dil burada, istər sizi beyninizi yusun daha çox və sizə həmlə eləsin, içəridən sizi boşaltsın. Orada uzaqdan bir şirin dil işlədir mərkəzdə. Sağ həmişə, dostlar, ifrati nasionalizmidir. Sağ, hər vaxt eşitdir sağ, sol, bu həmişə komünist anlamına gəlmir. Sağ ifratilər, sol biraz yumuşaqlar, bir də mərkəz var, orta, bir də bunlar. İndi burada da Türkiyədə bunu yenə bölüblər, sol mərkəz, sağ mərkəz. Məsələn, ya sağcı mərkəz, solcu mərkəz, belə bir şey də Türkiyədə bölüblər. Yəni, biraz çox nasionalist, biraz çox sosialist. Yeni gələn bir arkadaş naif şaşkınlığını ana yurdu anlatıyordu bana. Yazar deyir ki, bir dana yeni gələn bir sümürcüyə, yeni gələn bir mərkəzdən, metropoldan taza gəlmişdi Tunisə. Deyir ki, yeni gələn bir arkadaş, dost deyir ki, oradan gəlmişdi, naif. Naif, dostlar, Türkiyə ciribdi, Latincədən ciribdi, yəni sadəloh bir adam. Sadə, çox sadə, çox sadə. Deyir, sadəliklə şaşkınlığını, özünün o şaşkınlığını, təəccübünü anlatıyordu bana. Bana belə anlatırdı. Nədir anlatırdı? Sözü buydu. Ana yurtda sosyalist ya da radikal olan melon şapkalıların sümürcələrdə nədən gerici ya da faşizmə eylemli olduğunu anlamıyordu. Dedi ki, mən anlamıram ki, onlar ki ana yurtda, onlar ki dövlətə istihdam olublar, gəliblər Azərbaycana, ya Azərbaycanda istihdam olublar, bunlar Azərbaycancılıqdan, Türkçülükdən çıxıblar, farsça olublar. Dedi ki, bunlar ana yurtda sosyalist olanlar, orada toplumsal insanlığa ehtiram qoyanlar, nədən? Ya da radikal olan, deyir, hətta sosyalist ya da radikal olan, ya da ki radikal idilər, məsələn, ya sosyalistlər biraz radikal idilər, ya bəzi düşüncələrdə radikal idilər. Deyir ki, nədən o melon şapkalılar, və üstə demişdi ki, nə mənə şapkalı? Meyfirli. Burada da deyir ki, melon, eləcə nə həman ləbədardır, bu da bir cür palpaqdır, o da bir cür papaqdır, amma ikisində ləbəsi şeyi var, cünlüyü var. Melon şapkalılar, şapkadakı papaqdır. Deyir ki, sümürcədə nədən gerici? Deyir, o adamlar ki, orada sosyalist idilər, ya radikal düşüncələri var dövlətə qarşı. Nədir olubdur ki, onlar gerici olurlar sümürcəyə gələndə. Yəni, diqqət buyurun, nədir olur ki, Azərbaycanda dövlət adamları daha ifratçıdırlar, gericidirlər, ya da faşizmə eğilimdirlər, faşizmə əməliyyata əl vururlar. Deyir, bunu mənə, adam anlattı ki, niyə belədir bə? Mütəəssifanə bu bir vaqiyyətdir. Yəni, siz baxırsınız, görür ki, Azərbaycanda İrancılar, fanfarslar. Heç görün, Tehranda məsələn, nəmənəyə Firdevsi və Azərbaycan, ya Firdevsi və Tehran adında kitab var. Amma Azərbaycanda bir Firdevsi və Azərbaycan gərək yazırlar, ona gərək seminar qoyarlar, gərək Kürdü, ermənini çağırırlar, gələ ora. Niyə? Çünki istəyirlər burada bir əcib bir iş görürlər. Nə mənə işi görürlər? Sənə əzələr. Bunların hamısının amacı budur ki, bizi əzələr. Kolonialist ilə ana yurtta yaşayan kişi arasında politik və ekonomik təməllərə dayalı gerçək bir antagonizma mövcuddur. Biz mövcuddur deyirik Türkçe yazanda. Türkçedə mövcuddur deyirik. O axirində d gəlmir, t gəlir, t gəldiyi üçün double olur. Bizdə də mövcuddur deyirik. Burada mövcuddur. Kolonialist ilə ana yurtda yaşayan kişi, şəxs, insan. Kişi, Türkçədə şəxs, insan. Arasında siyasi, politik, siyasi və ekonomik, iqtisadi olaraq təməllərə dayanaraq, təməl əsas bir növrə payalar, qaidə, usul dayalı gerçək vaqii bir
antagonizma mövcuddur. Antagonizm var. Antagonizm nədir dostlar? Üstə dedi ki, bunlar metropolda sosialdırlar, ya radikal düşüncələri vardır. Bura gələndə gericidirlər, ya faşistdirlər. Faşisti rəftar edirlər. Eyləm, rəftar, əməl. İndi deyir ki, bunların arasında orada yaşlılar, sümürgəçilər. Dedik ki, sümürgəçilər kimdir? Farslar. Hər bir farslı ki, nənədən doğulub ta diridir. Dövlətə istihdam olanlar, fars şirkətlərinə istihdam olanlar faşistdirlər. Ya faşist olmağa tərəf gedirlər. Tamam. İndi deyir ki, antagonizma nədir? Deyir, antagonizma latincə sözdür dostlar. Antagonizm oradan gəlir. Deyir ki, təzad, iki şeyin arasında təzad olsa, zidlik olsa, bu antagonizmdir. Dedi ki, bunlar orada o cürdülər, burada bu cürdülər. Bu bir təzaddır deyil. Sümürgəçilərin özlərinin arasında. Buna deyir antagonizm. Bu konuda kolonyalist metropoldaki metropoldaki tədircinliyindən söz etmək də yenə də haqlıdır. Deyir ki, haqlıdır ki, yenə gələk bu tədircinlik, yəni farsda dəstüpaçalıq, istirab, narahatlıq. Deyir ki, metropoldakı o narahatçılığın, oradan ki narahatçılığı var, o da deyir ki, yenə də nə mənədir? Bu kolonyalistinin bu narahatçılığı haqlıdır bu narahatçılıqda. Niyə? Yurttaşlarıyla çıxarları aynı deyildir. Çünki bunların çıxarlar mənafiləri eyni bir-biri ilə bir deyil. Buradakı ilə oradakı bir deyirlər. Nədir? Bəlli ölçüdə, bəlli miqyasda, əndazədə, ölçüdə onlarla aynı deyildir. Bəlli ölçüdə bəzi şeylərdə fərqləri var bunların. Tamam. Kolonyalisti ana yurduna bağlayan bu həyəcan, kin, diyalektiyi ana yurduna duyduğu sevgiyə tuhaf bir hava verir. Deyir ki, bu sevgi ki onun, belə soxuyaq, kolonyalist dedik sümürgəçi, ana yurduna bağlayan, onu ana yurduna bir şey ki bağlayır, bu həyəcan və kin. Üstə dedikdən ayrı antagonizma olur, bu kini də var. Məmləkətinə görə, dövlətinə görə, bir kini də var, hüququna görə, yerinə görə, filanına görə. Həyəcan və kini var bunun içində. Həm o torpaqlarını özünə İrançılığa, pan-İranistlığa, pan-farslığa bir həyəcanı var, həm də bir kini var. Bu, diqqət buyurun, bu bir dənə sümürgəçinin, istemargərin müşəxəsələrindəndir. Deyir ki, bu bir dialektikdir. Dialektiyi, yəni, dedik ki, nə mənə? Marksın sözlərindəndir, dialektik, yəni hərəkətin. Bu, Çin və şeyin bir hərəkəti vardı, cərəyanı vardı, onu danışır. Ana yurduna duyduğu sevgiyə, o sevgi ki, ana yurduna görə hiss edir, tuhaf bir hava verir, deyir, ona bir əcib bir hava verir, ona bir hal verir. Ona bir əcibə hal gətirir. Həm kin, həm həyəcan. Həm sevgi, yox aşırı sevgi, həm də biraz narahatçılıq. Deyir, bu ona bir aşırı bir həyəcan verir. Bir əcibə bir həyəcan verir. Ana yurdunu ən görkəmli bir şəkildə sunmaq üçün itina göstərir kuşkusuz. Deyir, kuşkusuz, şəksiz ana yurdunu görkəmli görsətmək üçün çox etina sözü gəlib olub itina ərəbcədə. Ərəbcə ilə təqribən əslində yazılır. Etinadır, biz deyirik, o İranda belə yazılır. Görkəmli şəkildə ana yurdun sunur, təqdim edir. Yəni, qururla, böyük bir yekəldir, şişirdir, İran elə əst, o belə əst filan göstərir.
Kuşursuz bunu göstərdi. Amma ondan bəklədiyi hər şeyi bu manevrəsini kirlətir. Amma vətəndən, o ana yurt İrançılıqdan, panirasdan hər şey ki bəklir, gözlür, intizar çəkir ki bir şeylər olsun, o manovranı, bunu o şişirtdiği o manovranı neynəyir? Kirlətir. Deyir, bunun bir intizarları var ki, vətən buna versin, amma vermir. Nə olur? Onun o şişirtdiği şey kirlənir. Kirlənmək çirkin olur, pis olur, bundan ibarətdir. Yalnızca bu da deyildir, tək bu deyil. Bundan əlavə ayrı şey də var. Nədir? Amma aşırı solcu ulusalcı çalımını asla göstərməsə də tatlı sözlərini iki qatına çıxarsa da öfkesini və sıkıntısı pek gizləyəməz. Deyir ki, hər neyinirləsin içində olan öfkəni, narahatlığı gizləyə bilməz. İstir bunu desin. Deyir, yalnızca bu deyil, fəqət bu deyil, amma aşırı ulusalıq, ifrati millətçılıq, ulusalçılıq, yəni ulusalçılıq, yəni millətçılıq. Millət sözü ərəbcə sözdür. Mən dünən dostlara dedim ki, bizi Azərbaycanda milli sözü mildən gəlir ki, damlara vurardılar qədim. Damın da üstü oturardı, səxv oturardı millin üstündə. Buna deyərlər mil. Bizim milli sözümüz oradan gəlir. Çünki Azərbaycan milləti ya Türk milləti deyəndə hər bir millətin varlığı ilə o Türk milləti binası görünür. İndi amma farsların millət sözünə mənaları yoxdur. Mərdum deyirlər, mərdum o anlamda deyil ki, millət o anlamdadır. Mərdum, millət heç olmasa siyasi baxımdan, yəni bir mərzin içində olan insanlar siyasi baxımdan İran tərifində. Bizim tərifimizdə o deyil. Amma mərdum deyəndə 5 nəfərə də siz mərdum deyərsiniz. Bir kəndin adamlarına mərdum deyərsiniz. Millət o deyil. Millət ərəbcə sözdür hər halda. Farsların deyirəm ona şeyləri yoxdur. Türkcəsi ulusdur. Ulusalcı, yəni millətçi. Nasionalist sözü ki, latincədə o sözün dəqiqən müadilidir. Nasionalist. Aşırı nasionalist çalımını. Çalım dostlar. Bir şey ki biz giyirik əynimizə, ona deyir çalım, zahir, zahirimiz. Bunun bir zahiri, baxırsınız, çox aşırı nasionalistdir. Asla, amma bu nasionalist olmağa asla cəvşətməsə də, onu cəvşətmək, bilirsiniz, məsələn, bir mal heyvan ki bir şeyi cəvşər ağzında, onu yumuşaldar. Məsələn, deyək ki, bir otdur, ya buğdadır salıb ağzına, ya arpadır salıb ağzına, bəhdir, onu hey cəvşər, onu yumuşaldar, yavaş, çox yumuşalar. Deyir ki, bu cəvşətməsə də, yəni özün yumuşatmasa da o mozeyin, tatlı sözlərini iki katına çıxarsa da, hətta şirin söz, tatlı şirin, şirin sözləri ki, vətənə görə deyir, farslığa görə, İrançılığa görə deyir, onları iki katına çıxarsa, genə dedik, iqraq eləsə, öfkəsini və sıxıntısını pək gizləyəməz. Amma öfkəsini, əsəbaniyyətini, narahatçılığını və sıxıntısını, fişar iki onun üstündə vardı, onu gizləyə bilməz əsla. Ana yurdunun onu koruyacaq birlikləri orada tutmayı, ona hoşgörü göstərən siyasal alışkanlıqlarına devam etməyi və ona uyan pozları takınmayı və gərəkdiyində bunu sümürcə halkının karşısına çıkarmayı sürdürməsi için heç durumdan çaba harcayacaq gerekirsə müdahilə edəcəkdir. 6 sətir hududən bir cümlədən ibarət oldu dostlar. Ana yurdunu onu koruyacaq. Deyir ki, ana yurt, farsçılıq və İrançılıq onu qorumaq üçün birliklər ordunun, ərteşin ya sipahın hər şey birlikləri var. Yəni, məsələn, deyək ki,
deyək Qurhan, tip, ləşkər, bunlar şeydirlər, birliklərdirlər. Birliklər bunlardan ibarətdir. Deyir ki, birlikləri orada tutar. Deyir, burada onu qorumaq üçün ana yurt, istismar, sümürcədə, Azərbaycanda İrançılığın və farsçılığın ordulusunun padğanları olar. Birliklər padğanlara da deyə bilirik burada. Onu orada tutar. İkincisi neyinər? Ona hoşgörü göstərən siyasal alışkanlarına, onun o siyasi adətlərinə xoş baxar və davam etməsini istər. Yəni, istər ki, o adam siyasətə belə adət eləyibdir, davam versin. Təbrizdən heç kəsi ürəyin sındırmazlar. Götürüb mühakimə eləməzlər ustandları, fərmanları. Görsənməyib tarix boyu. Və ona uyan pozları, bu adama ki, ustandardır, fərmandardır, hər nə qarədir, ona uyan poz, indi deyilə figur, pozları takınmayı, o pozları tutmaq. Takınma burada düzdür ki, paltar deyil. Takınmaq özü paltar giymaqdır. Amma ya takım da ondan gəlir da, takım paltar, əlbisə. Xoduran şalvar olur takım. Xanımların da həttən takımları var, bilmirəm nələrə takım deyirlər. Amma takınma burada çox budur ki, o pozların içinə girir, o pozları tutur. Məsələn, mənim yadıma gəlir, buna görə ki, biri deyək, bu adam çox şeydir, çox roşan fikridir, siqarı çəkir burada, dəsi tutur burada bir qiyafə, mən məzluman fikrin içində ölürəm. Calibdir, şəriəti bunların başında gəlir. Mən demirəm şəriəti roşan fikir deyildi, amma siqarla qiyafə tutub əhs almaq belə, nə deyim, eşcəklə qucaqlaşıb əhs almaq, siqar çəkib əhs almaqdan 1000 pay yaxçıdır. Çünki bir canlı bir şeylə salırsan ki, mövcuddur, hörmət qoyursan, sən bu siqarla özünə şəxsiyyət verirsən. Eşcəyə sən şəxsiyyət verir, eşcəkdən şəxsiyyət almırsan. Amma sən siqardan sən şəxsiyyət alırsan. Mənim şəxsiyyətimi bu siqarla tanıyın. Mən elə bir adamım ki, siqar çəkirəm. Bədbəxtçılıqdır belə bir düşüncə. Takınmayı və gərəkdiyində lazım olanda bunu sümürcə halkının qarşısına çıxarmayı da deyir ki, hətta bu ordunu və o pozu, özünün o vəziyyətin sümürcə xalqının qabağına da çıxadar, onun qabağında durdurar. Çıxarmayı sümürcəsi üçün heç durmadan çaba yapacaqdır. Deyir ki, heç durmadan çaba göstərəcək, fəaliyyət eləyəcək, çaba fəaliyyət eləyəcəkdir. Gərəkirsə, yenə də əgər lazım olursa, müdaxilə edəcəkdir. Müdaxilə eləyəcəkdir sümürcədə, nizami, siyasi müdaxilə eləyəcəkdir. Sümürcə büdcələri, bodca ki, biz İranda biz demişik bodca, Türkiyədə budcə deyirlər, budcə, çıxdır da, budcələri sümürcədən budcə gəlir. Məsələn, bilirsiniz, bizim haqqımız yoxdur Azərbaycanda, özümüz öz budcəmizi yazaq. Bizim, məsələn, idari budcəmiz nə qədər olmalıdır, məsələn, təlim-i tərbiyyət büdcəsi nə qədər olmalıdır, universitet və təhqiqat büdcəsi nə qədər olmalıdır, mədrəsələrə, kitablara, radio, televizyona büdcə nə qədər olmalıdır, dövlətə işçilər nə qədər almalıyıq, nə qədər büdcə olmalıdır və nə qədər bu məmləkətdə istəyirik, hangi işləri görək, hangi yolları düzəldək, qatar çəkək, nə bilim, təyyarə və bunlar, heç birisi bizim əlimizdə deyil. Deyir ki, sümürcəti o büdcələri o təyin elər, ana yurt olmanın tartışmalı ihtişamından əmin olan ana yurtların ödədiyi bədəldir. Deyir ki, bu büdcələr filanlar ana yurdu olmanın, o yurdun ana yurdu olması, pan-İranistlər üçün, pan-farsistlər üçün İrançılıq tartışmalı. Bu tartışmalı, nəqdili, tənqidli, qabililə bəhs ehtişamından, onun o qabililə bəhs ehtişamından, yəni onun ehtişamı bağlıdır Azərbaycanın qarətinə. Siz istəyəsiniz danışasınız, gərək bundan danışasınız. Əgər icazə versə bu şeylər mənim bir 2 saniyə, 3 saniyədə qutarıram. Əmin olan ana yurdların ödədiyi bədəldir. Deyir ki, o bədəldir, o əvəzdir ki, verirlər o
ana yurdundan əmin olmağa. Ki o himayət eləyəcəkdir, dixalət eləyəcəkdir filan. Bu o şeydir. Hər halda dostlar 79-cu səhifənin birinci paragrafını oxuyandan sonra yetişdik təzə bəhsə sümürgə insanının rəddi. Bunu da inşallah ömrü olsa sabahları oxuyacağıq. Sizin hamıza can sağlığı arz edirəm. Sağ qalın, səlamət qalın. Yaşayasınız.